الحمد لله يا رب. نقف اليوم في بيتك ولا ندري أضيوف نحن عندك متهمون. جئناك بوجوه يعرفها الناس وبقلوب لو انكشفت لاستحيت من نفسها. نحمدك بألسنة تعرف الثناء ونعصيك بجواره تعرف الطريق. يا رب، إن كنت ستنظر اليوم إلى صلاتنا فارحم ضعفها، وإن كنت ستنظر إلى قلوبنا فلا تفضح ما فيها، وإن كنت ستحاسبنا على ما سمعنا فعلمنا كيف نعمل. لسنا هنا لنقنعك ولا لنظهر لك ما نخفي، فنحن بين يديك كما نحن لا كما تحب أن تبدو. Həmd Allah'a məxsusdur. Ey Rəbbimiz, biz sənin evində bugün dayanmışıq və bilmirik, yanında qonağıq, yoxsa ittiham olunanlardanıq. İnsanların bizi tanıdığı üzlə yanına gəlmişik. Qəlblərimizdə olan açılsa, özündən həya edər. Həmd edirik sənə, səni tərifləməyi bilərək və yolu tanıdığımız halda asi sənə günaha qurşanmışıq. Ey Rəbbimiz, əgər bugün namazımıza baxacaqsansa, onun zəifliyinə rəhm et. Əgər qəlblərimizə baxacaqsansa, onda olanı ifşa etmə. Əgər eşitdiklərimizə görə bizi hesaba çəkəcəksənsə, bizə necə əməl etməyi öyrət. Gəlməmişik burada səni qani edək. Gizlətdiyimizi üzə çıxarmaq üçün burada deyilik. Biz önündəyik, necə varıq, necə görünmək istədiyimiz kimi yox. Sonra əziz, dəyərli müsəlmanlar, qorxun Rəbbinizdən, qorxun Allahdan. Bilin ki, bu məqam rahatlıq məqamı deyil. Əksinə, bu məqam xof, təqva məqamıdır. Qorxun o ilahdan ki, qəlblərə baxsa, orada gizlənəni, gizlətdiyini görür. Və bil ki, bugün sual o deyil ki, biz dini tanıyırıq, yoxsa yox. Ən təhlükəli sual, din səni tanıyırmı? Din bilirmi səni? Neçə ayə var ki, dilimizdədir və neçə günah, asilik var ki, xəlvətimizdədir. Neçə şuar qaldırmışıq, neçə İslam bayrağı yüksətmişik, lakin sonra əməllərimizlə ona zərbə vurmuşuq, sındırmışıq, sarsıtmışıq. İnsanların sözündən qorxuruq, Allahın baxışından qorxmuruq. Məxluqun önündə yaxşı rola giririk, Xaliqin önündə bu həqiqəti pozuruq. Namaz qılırıq, lakin namaz bizi dəyişmir. Oruç tuturuq, lakin oruc dilimizi saxlamır. Həcc edirik, lakin qəlblərimiz Allahın haram etdiyini tərk etmir. Ətəmurunən-nəsə bil-birri və tənsəvnə ənfusakum. İnsanlara yaxşılığı əmr edib özünüzü unudursunuzmu? Ən təhlükəli bu dinin başına gələn, ona ən böyük zərbə
zərər heç də hücum edən düşmən deyil. Əksinə, bu dini daşıyan, onu yaşamayan müsəlmandır. Əbi Zeyd Usəmə ibn Zeyd ibn Hərisə radiyallahu anhuma deyir ki, eşitdim, Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi, yu'tər rəculu yevməl qiyamə fəyuqiyə finnər. Qiyamət günü bir kişi gətiriləcək, o da atılacaq. Fətəndaliqu əqtəbə batnihi fəyəduru bihə kəmə yədurul himəru firraha. Sonra uzunqulaq dəyirman daşının ətrafında dövr etdiyi kimi onun da qarnının bağırsaqları töküləcək, onları dartaraq elə fırlanacaq. Elə dövr edəcək, bağırsaqlarını çəkə-çəkə. Fəyəctəmu iləyhi əhlün nar fəyəqulun, cəhənnəm əhli yığışacaqlar onun başına. Deyəcəklər, ya fulənu mələk, ey filan kəs, sənə nə olub? Ələm təku təmur bil ma'ruf, məgər sən yaxşılığı əmr etmirdin? Və tənhənil münkər, pislikdən çəkindirmirdin? Fəyəqulu bələ, deyəcək ki, bəli. Kuntu əmuru bil ma'rufi və ləəti, yaxşılığı əmr edirdim, özüm etmirdim. Və ənhənil münkəri və ətihi, pislikdən çəkindirirdim, qadağan edirdim, özüm edirdim. Ona görə düşünün, ey Allahın qulları, elm əməlsiz, din təsirsiz, harama mani olmayan bir iman, bununla Allah Taala'nın huzuruna necə çıxacaqsan? Allahı səcdə ilə aldatmaq mümkün deyil. Təqva ilə bazarlıq edə bilməzsən. Allah Taala cümə günü libas kimi geyinilən, həftənin başqa günləri çıxarılan bir dini qəbul etmir, ehtiyacı yoxdur ona. Əgər din dəyişməyibsə sənə, soruş nəfsindən, səmimi, ağıllı bir şəkildə, həl dəxələ qəlbinə girib bu din. Bu din qəlbinə girib, yoxsa dilindədir, sadəcə dilindən keçib. Və bil ki, o din ki, səni asilikdən, günahdan saxlamır, qiyamət günü o din sənin düşmənin olacaq, şəfayətçin yox. O din günü, hansı ki din fayda verəcək, o din sənə fayda verməyəcək. Və Allah Taala da bizdən məsumiyyət istəmir. Lakin nifaqla razı olmaz, ikiyüzlülüklə razı olmaz. Dildə olan, əməlsiz dindən razı deyil. Dildə olan, onu əksi olan, ona müxalif olan, ona ziddi olan əxlaqdan, ona ziddi olan əmanətə sadiqlikdən, davranışdan razı qalmır. İnnə əkramakum indallahi ətqakum. Sizin Allah yanında ən hörmətliniz, təqvalı olanınızdır. Ona görə təqva, Allah qorxusu heç də şüar deyil. Əksinə, haramın tərkidir, dilin qorunmasıdır, muamələdə səmimilikdir, doğruluqdur. Allah Taala bizi çox sözlə mükəlləf etməyib, lakin bizi sadiq, səmimi əməllə mükəlləf edib. Ya eyyühəl-ləzīnə əmənu, limə təqulunə mə lə təfəlun, kəbura məqtən indəllahi ən təqulu mə lə təfəlun. Ey iman gətirənlər, niyə etmədiyiniz bir sözü danışırsınız? Etmədiyiniz bir sözü danışmaq Allah yanında böyük nifrətlə qarşılanır. Ona görə müsibətimiz cahillik deyil, müsibətimiz haqqı bilib ona müxalif olmaqdır. Quranı oxuyub boğazdan aşağı keçməməsidir. Allahın zikrinin dilimizdə olub, qəlbimizin qəflət olmasıdır. Lakin soruşulacaq hamısından. Əbu Bərzəl Əsləmi deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki,
لا تزول قدم عبد يوم القيامة حتى يسأل عن أربع. Kulun ayaqları yerindən tərpənməyəcək. Bəzi rəvayətlərdə gəlir ki, Rəbbinin önündən tərpənməyəcək, üzülməyəcək. Ta ki, 4 şeydən soruşulmayınca. Ən umrihi fīmə əfnə. Ömrünü nədə tükədib, nədə tələf edib. Elmini nə əməl edib onu inanın. Və ən məlihi min əynə əktəsəbə və fīmə ənfaq. Malı hardan qazanıb, hara xərcləyib. Bir şey haqda soruşulacaq, lakin 2 sualla. Və ən cismihi fīmə əblə. Və cəsədindən onu nədə hədər edib, tələf edib. Ona görə bil ki, biz heç də təkcə dediyimiz sözlə mömin deyilik. Əksinə, Allah üçün tərk etdiyimizlə, Allahdan qorxub səbr etdiyimizlə də möminik. Ona görə qorxmuruq ki, muizəni eşitməyərik və eşidə bilmərik. Lakin qorxuruq ki, eşidib, əməl etmərik, eşidərik, bizi dəyişməz. Təhlükə xətada deyil, səhvdə deyil, xəta bəşər üçün təbii haldır. Allahın yazdığı da Adəm övladına. Lakin təhlükə bu səhvə, bu xətaya don geyindirməkdir, bəraət qazandırmaqdır. Ona görə diqqət edin. Etdiyiniz səhvlərə din libası geyindirməyin. Din donu geyindirib onu fiqh adlandırmayın. Və diqqət edin, məsciddən çıxdıqda artıq bu kəlmələri eşitmişsiniz. Qəlbimiz dəyişib, yoxsa yox, sual verin nəfsimizə. Kim qəlbində bir ağrı hiss etsə, bu rəhmətdir. Və kim qəlbində heç bir şey eşitməsə, o qorxsun, çünki artıq hissiyatları ölüb. Allahım, fayda verməyən elmdən sənə sığınırıq. Qorxmayan qəlbdən, sənə yüksəlməyən əməldən, bizi dəyişməyən dindən sənə sığınırıq. Allahım, qəlblərimizi nifaqdan təmizlə, əməllərimizi riyadan qoru, dinimizi yalandan, gözlərimizi xəyanətdən hifz et. Allahım, bizi eşidib əməl edənlərdən et. Bilib əməl edənlərdən et. Veriləndə şükür edənlərdən, imtihan olunanda səbr edənlərdən, günah edəndə istiğfar diləyənlərdən et. Allahım, müsəlmanları izzətli et. Zəiflərinə kömək ol. Azlarını doyur. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyəyi vəl-mursəlin nəbiyinə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'mur bil-adli vel-ihsani və itə'i zil-qurbə və yenhə anil fəhşai vel-munkeri vel-bəği ya'idukum la'allakum tədəkkerun və aqimus salat.